Salam uşaqlar. Bu gün mən sizə 4-cü sinifdən bir məsələ izahını verəcəm. Bu məsələmiz əsasən yaşa aiddir, yəni yaş məsələsini göstərir. Məsələmiz belədir ki, Həsənin 4 il əvvəlki yaşı bacısının indiki yaşı qədər idi. Bacısının indi 10 yaşı varsa, 2 il sonra onların yaşlarının cəmi neçə olur? Baxın, unutmuruq ki, birincisi bizdən cəmi soruşur. Yaşının, hər ikisinin yaşının cəmini soruşur. Əvvəlki dediyinə görə çaşıb biz indiki yaşını qoyub əvvəlki yaşını hesablamırıq. Və bir şey də nəzərinizə çatdırım ki, yaş artdıqsa, əgər iki şəxsdən gedirsə, baxın, məsələn, burada var Həsən var və Həsənin bacısı var. Və Həsənin bacısı var. 2 il keçsə, yəni 2 il zaman keçəndən sonra, məsəl üçün, Həsənin yaşı artır, bacısının yaşı artmır və yaxud da bacısının yaşı artır, Həsənin yaşı artmırsa, belə bir şey yoxdur. Yaş keçdikcə hamının yaşı artır. Yəni il dəyişdi, təqvim dəyişdi, hər kəsin yaşının üzərinə bir yaş da əlavə olunur. Hər il bir il olaraq dəyişildiyinə görə deyirəm mən. Bizdən 2 il deyir və yaşlarının cəmini soruşur və Həsənin 4 il əvvəlki yaşı bacısının indiki yaşı qədər idi. Deməli belə, Həsənin bacısının indi 10 yaşı varsa, biz bacının yaşını 10 yaş yazırıq. 10 yaş olduğu kimi yazırıq. Hal-hazırda çünki bacının 10 yaşı var. Həsənin isə 4 il əvvəl 10 yaşı olub. Hal-hazırda Həsənin 14 yaşı var. 10 yaşı 4 il əvvəl var idisə, 10 yaşının üzərinə 4 il gəlirik, eləyir 14. 14 yaşı da yazırıq bura. 14 yaşda yazırıq bura. Və bizdən nə soruşur uşaqlar? Deyir ki, 2 il sonra. 2 ildən sonra Həsənin yaşı olacaq, 2 il gəlirik 14 yaşın üzərinə. Həsənin olacaq 16 yaşı. 2 ildən sonra Həsənin olacaq 16 yaşı. Və Həsənin bacısının hal-hazırda 10 yaşı var. 2 il daha doğrusu gəlirik üzərinə. 2 il 10 yaşın üzərinə gələndə gecə 12 yaş. 12 yaş. Yəni 2 ildən sonra Həsənin olacaq 16 yaşı, bacısının da olacaq 14 yaşı. Bəs bayaq dedim bizdən nə istəyir? Hər ikisinin yaşının cəmini istəyir. Bizdən məsəl üçün sadəcə soruşsaydı ki, Həsənin 2 ildən sonra neçə yaşı olacaq, biz 16-nı götürərdik. Və yaxud da bizdən soruşsaydı ki, Həsənin 12 yaşı, Həsənin bacısının 2 ildən sonra neçə yaşı olacaq, götürərdik 12 yaş. Amma bizdən yaşları cəmi soruşduğuna görə, biz nə edirik? Hər ikisinin yaşını hesabladıq ki, hər ikisi 2 ildən sonra 16 yaş birində olacaq, 12 yaş birində olacaq. Onda biz nə edirik? Misal olaraq yazırıq ki, 16 üstə gəlsin 12 bərabərdir. Bunu uşaqlar, şifahi hesablayacağım. Sizin üçün alt-alta sütundan hesablamayacağım. Əvvəlcə təklikləri hesablayırıq. 6-nın üzərinə 2 gəldi neçə edir uşaqlar? 8 eləyir. Arxadan hesabladığımıza görə arxana yazırıq, qarşını boş buraxırıq. Birin də üstünə 1 gələndə eləyir 2. Yəni 28. Yəni Həsən ilə bacısının 2 ildən sonra 28 yaşı olacaq. Hər ikisinin yaşlarının cəmi 28 olacaq.